onkoplastik cərrahiyyə nədir və klassik süd vəzi xərçəngi əməliyyatlarından nə ilə fərqlənir? Təxminən bir 10-15 il bundan qabağa qədər süd vəzisində hər hansı bir onkoloji kütlə aşkarlananda və xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulanda dərhal elə başa düşürdü ki, bu həyatın artıq sonudur və o anda pasientin bircə istəyi var idi ki, süd vəzimi tam götürün, bununla da mənim həyatım uzalsın, ömrüm yaxşılaşsın və s. Amma indiki zaman bu zaman deyil. Yəni, süd vəzi xərçəngindən həm tam sağalmaq mümkündür, həm də tam sağalmağın daxilində süd vəzini saxlamaq da olur, hətta rekonstruksiya edib ondan əvvəlki vəziyyətindən daha gözəl hala da gətirmək mümkündür. Və hətta biz məcbur olsaq ki, süd vəzini bütün hallarda tam götürməliyik, bu səfər də istər ekspanderlarla, istər fleblərlə süd vəzini yenidən inşa etmək, yəni yenidən yaratmaq mümkündür. Demək ki, sağlamlığın çərçivəsində sağlamlıq qorunaraq eyni zamanda estetikanı bərpa etmək olar. Araz FM, qovuşduran radyo.